Tamam. Gəlin, dim test toplusundan Newton qanunlarına və əvəzləyici qüvvəyə aid olan belə bir maraqlı suallara baxaq. Deməli, bizə deyir ki, F2 qüvvəsinin hansı qiymətində cisim bərabər sürətlə hərəkət edər? Sürtünmə və havanın müqavimət qüvvəsi nəzərə alınmır. Bilirik ki, Newtonun birinci qanununa cismə heç bir qüvvə təsir etmirsə və yaxud da edilən qüvvələr bir-birini tarazlaşdırırsa, cisim öz bərabər sürətlə hərəkət halını və yaxud da sükunət halını saxlayır. Deməli, biz burada cismin bərabər sürətlə hərəkət etməsi üçün bilirik ki, əvəzləyici sıfıra bərabər olmalıdır. Əvəzləyici qüvvəni necə tapırdıq? Eyni istiqamətdə yönələn qüvvələri F əvəzləyici nə olurdu? Eyni istiqamətdə yönəlibdirsə, F1 plus F2 olur. Tutaq ki, belə bir bizim cismimiz var. Buna bu istiqamətdə və bu istiqamətdə F1, F2 qüvvələri təsir edir. Əvəzləyici qüvvə necə olacaq? Təbii ki, bunların hər ikisindən də uzun formada F, əvəzləyici formada sağa yönəlmiş olacaq. Bəs yaxşı. Əks istiqamətli yönələndə nə olurdu? F1, F2. F əvəzləyici bərabər olurdu F2 çıxılsın F1. Bəs hardan bildim ki, F2 çıxılsın F1 olacaq? F1 çıxılsın F2 də ola bilərdi. Ona görə ki, oxun uzunluğundan. Oxun uzunluğu burada qüvvənin qiymətinə də xarakterizə eləmiş olur. Deməli, böyük ox böyük qüvvəni, kiçik ox isə kiçik qüvvəni göstərir. Böyükdən kiçiyi çıxırıq və əvəzləyici qüvvənin də istiqamətini hara qoyuruq? Böyük qüvvə tərəfə. F əvəzləyici. Gəlin indi testimizə baxaq. Burada nə veribdi? F1-i verib 10 Newton, F2-ni veribdi sual işarəsi. Biz F2-ni tapmalıyıq və F3-ü veribdi 40 Newton. Mən buradan bu ifadəyə əsasən yaza bilirəm ki, F3 bərabərdir F1 plus F2-yə. İndi F3 nəyə bərabərdir? 40 Newtona, o da bərabərdir 10 plus F2-yə. O zaman F2 qüvvəsi nəyə bərabər olmuş olur? 30 Newtona. Cavab E-bəndir. Eyni ilə də 19-u da həll edə bilərik bu formada. F1 ilə F2 eyni istiqamətdə yönəlib toplayırıq. Bu zaman nə olur? Bu istiqamətdə 30 Newton bir qüvvə olur və bu cismin təbii ki də bərabər sürətli, yenə də deyir, bərabər sürətləri kitləməsi üçün F3 də 30-a bərabər olmalıdır. Yenə də cavab 30 Newton.